Əziz qonaqlar, bizim kitabxanaya xoş gəlmisiniz birinci. Bugünkü tədbirimiz Nisənin Rənglər Dünyası adlanır. Mən sizə bizim kiçik istedad Nisə Həsənini təqdim eləmək istəyirəm və onun haqqında kiçik bir məlumat vermək istəyirəm. Çünki burada məktəblilər iştirak eləyir və mən istəyərdim ki, bu günləri siz uşaqlar bizim istedadlı rəssamımızı tanıyasınız. Həsənli Nisə 28 aprel 2013-cü ildə Mərdəkan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonu Süleymanlı kəndindəndir. 2018-ci ildə Cəbrayıl rayonu Fuad Əsədov adına Quyçaq kənd orta məktəbində təhsilini başlayıb. Hal-hazırda 6-cı sinif şagirdidir. 5 mart 2022-ci ildən Xəzər Gənclər Evində Novfəl Abbasquliyevin rəsm kursuna başlayıb. Müxtəlif festival və müsabiqələrdə iştirak edərək 1, 2, 3-cü yerlərə layiq görülmüşdür. Saysız müsabiqələr, etüdlər, master-klasslarda iştirak edən Nisə Təxəyyül Art qrupun kitab kataloqunda yer alıb. İndi uşaqlar, siz kitabxanaya daxil olanda gənc rəssamın şəkillərini gördünüz. Onun rənglər dünyası ilə tanış olanda ilk dəfə mən birinci Nisəni görəndə belə susqun qız olmağına baxmayın, ancaq ki rəsmlərinə baxanda mən Nisəni özümdə kəşf etdim. Çünki belə gözəl rəsmləri çəkmək hər adama qismət olmur. O böyük istedad istəyir. Və mənə çox xoş oldu ki, Nisə kimi bir qızımızla tanış oldum. Mən inanıram ki, onun gələcəyi çox parlaq olacaq, Azərbaycanı hər yerdə layiqincə təmsil eləyəcək və mən bu işdə Novfəl müəllimin əməyi Nisənin üzərində çoxdur. Çox sağ olun Novfəl müəllim. Belə uşaqlar yetişdirirsiniz. Bizim üçün çox qürur verici bir haldır. Və mən burada Nisənin müəllimləri, məktəbindən iştirak edən direktorları var və mən söz vermək istəyirəm onlara. Hörmətli tədbir iştirakçıları, ilk öncə icazə verin sizi Cəbrayıl rayon Quycaq kənd Fuad Əsədov adına tam orta məktəbin pedaqoji kollektiv adından salamlayım. Hər birinizə can sağlığı, işlərinizdə uğurlar arzulayım. Nisə bizim məktəbin 6-cı sinif şagirdidir. Həm də əlaçı şagirdimizdir. Bugün burada belə gözəl sərginin təşkilində kimin əməyi varsa ona təşəkkür edirik. Can sağlığı arzulayırıq. Nisə qızımıza da eyni zamanda bundan böyük sərgilər arzulayırıq. O gün olsun beynəlxalq sərgilərdə iştirak edəsən. Sənə uğurlar arzulayırıq. Kollektivimizin adından səni təbrik edirik. Belə bir gözəl sərgi təşkil olunduğu. Bəli, biz bunu məktəbdə də təşkil edirik. Nisənin əl işləri bizdə də sərgilənir. Məktəbimizin kollektivinin xüsusi hörmətini qazanmış şagirdimizdir. Nisə, bir daha sənə uğurlar arzulayıram. Sağ ol. Salamlayıram bütün tədbir iştirakçıları. Bugün bizim gözəl Nisəmizin sərgisidir. Bizə çox xoşdur bu tədbirdə iştirak etmək. Nisəni təbrik edirəm, ona uğurlar arzulayıram. Həm ad gününü təbrik edirəm, həm sərgisi münasibəti ilə təbrik edirəm. İnşallah Allah qismət eləsin, daha böyük səhnələrdə, daha böyük auditoriyalarda Nisənin sərgilərində iştirak edirək. Təbrik edirəm səni Nisə. Bu da kollektivimizin adından sənə kiçik bir hədiyyə. Salam, xoş gördük hər birinizi. İlk öncə Nisənin doğum günü münasibəti ilə, daha sonra isə gözəl sərgisi münasibəti ilə təbrik edirəm. Valideynlərini, onu bundan da gözəl uğurlara imza atmasını arzulayıram. Hər şey gözəldir. Çox sağ olun dəvətiniz üçün. Bizim üçün də fəxr oldu bura gəlmək. Çox sağ olun. Sərgidə iştirak etdiyimə görə də hər birinizə minnətdaram. Başda Nisənin mamasına təşəkkür edirəm dəvətinizə görə. Nisə həqiqətən sinifdə çox seçilən şagirdimizdir. Xarakterci həmişə sakit, susqun olduğuna baxmayaraq məncə onun rəsmli əsərləri danışır həmişə. Həqiqətən burada iştirak etmək xoşdur bizə. Təşəkkür edirik. Salam hamıya. Nisə təbrik edirəm səni. İnşallah daha böyük yerlərdə görək. Sərgilərində iştirak elə inşallah. Müəllimlərdən başqa yaxın qohumları da var. Nisənin babasını dəvət eləyək. Çünki bir uğurlu belə nəvənin arxasında belə də baba olmadı. Buyurun keçin. Mikrofona danışın.
Əvvəla hər birinizə mən təşəkkür edirəm. Çox minnətdaram ki, təşkil eləyib bu sərgini yaradanlara, onun müəllimlərinə mən təşəkkür edirəm. İştirakçılara da yenə təşəkkür edirəm ki, bugünkü sərgidə onlar da fəal, aktiv iştirak edirlər. Nisə balamıza mən nə arzu edirəm bugünkü gündə? Can sağlığı, işlərində uğurlar. Bu günlərdə sənin doğum günündür. Bu da müəllimlər tərəfdən mailə gəlir ki, hamı tərəfdən mükafatdır. Allah canını sağ eləsin, gələcək uğurların bol olsun. Baba sənin arxadındadır, narahat olmadın. Nə lazım eləyəcəm. Çox sağ ol. Mən də Nisəni təbrik edirəm. Nisə bizim məktəbin istedadlı şagirdidir. Dəfələrlə onun sərgisini məktəbdə təşkil eləmişik. Ona uğurlar arzu edirik. Arzu edirik səsi daha yuxarılardan gəlsin. Amin. Sağ olun. Ad günündən mübarək. Burada Nisənin izləyicilərindən biri var. Eşidən kimi ki, Nisənin tədbirini təşkil edirik. Dedi, sevə-sevə gələrəm və 183 nömrəli məktəbə təşəkkürümü bildirirəm. Öz şagirdlərinlə bugün burada iştirak edirlər. Buyurun Könül xanım. Hörmətli tədbir iştirakçıları, hamınızı əvvəla salamlayıram. Pərvanə xanım dediyi kimi mən 183 məktəbin kitabxanaçısıyam. Öz şagirdlərimlə gəlmişəm. Mən Nisə ilə şəxsən tanış deyiləm. Mən Nisəni sosial şəbəkə üzərindən tanımışam və işlərini həmişə takib edirəm. Çox gözəl işləri var. Nofel müəllimlə yaxından tanışdığımız var. Mənim övladımın rəsm müəllimi olub. Yəni ümidvaram ki, günlərin bir xoşbəxt günündə mənim övladımın da belə bir sərgisi olacaq. Yəni mən buna böyük ümidlər bəsləyirəm inşallah. Nisə səni təbrik edirəm qızım. Gətirdiyim uşaqların içində rəssamlarım da var. Gün o gün olsun inşallah. Sizin də belə bir sərginiz təşkil olunsun inşallah ki, yaxınlıqda yəqin ki təşkil eləmiş olarıq. Nisə sənin uğurların axarlı olsun qızım. Sükanı belə saxla, uğurların bol olsun. Mən bu müddət ərzində Nisə ilə yanaşı Aysel xanımı da tanıdım yaxından və onun necə qayğıkeş valideyndir. Düzdür, bütün valideynlər qayğıkeşdir. Ancaq ki, Nisənin yaradıcılığında böyük rolu olan Aysel xanıma təşəkkürümü bildirirəm. Belə övlad yetişdirib, böyüdür və hər zaman yanındadır. Mən sizə təşəkkür bildirirəm Aysel xanım, sözünüz varsa və mən öz kitabxanamız adından kiçik bir deməli diplom hazırlamışıq, bir də kiçik hədiyyəmiz var. Nisə sənə təqdim etmək istəyirəm. Bizim üçün böyük fəxr oldu ki, sən burada sərgini təşkil elədik. Ad gününü təbrik edirik. Mənə elə gəlir ki, sənin uğurların bundan sonra daha davamlı olacaq. Çünki sənin müəllimində biz ilk sərgisi bizim kitabxanada olub. Onda 2000-ci ildə və ondan sonra mənə elə gəlir Nofel müəllimin motivasiya olub həmin sərgi. Bayaq söhbətlərimizdən də deyildi. Mənə elə gəlir Nofel müəllimin davamçısı sənin kimi deyil, belə bir qız olmalıydı. Bu kiçik hədiyyəni qəbul elə əzizim. Çox sağ olun, var olun. Söz burada təqaüdə çıxan deməli ədəbiyyat müəllimlərimizdən qonağımız oldu. Birinci dəfə idi gəldi. Sənin sərgində iştirak edən Sevinç xanım, Sevinç müəllimə, istəyirsinizsə buyurun. Siz də gəlin, sözünüzü deyin. Çox siz sağ olun, gəldiniz bu günləri. Hər birinizə təşəkkürümü bildirirəm uşaqlar. Gənclər İdarəsi istəyir ki, Nisəni təbrik eləsin. Buyurun. Rəssamlar danışmağı sevmir. Sevmir, bəli. Onu qısa olaraq təbrik edirəm Nisə. Uğurların bol olsun. Çox sağ əziyyət çəkmişsiniz, gəlmisiniz. Allah valideynlərə, müəllimlərə sizə can sağlığı versin. Siz də çox sağ təşkil elədiyinizə görə. Borcumuzdur. Var olasınız. Bir daha təbriklər. Kiçik bir filmi təqdim eləyək. Baxışın gözünün sehrinə düşüb, süzülüb gözlərin gülüm bu gecə. Baxışın gözünün sehrinə düşüb, süzülüb gözlərin gülüm bu gecə. Mənim sevincimlə uçan günümüdür, söylə mənə nazlı uzun bu gecə. Mənim sevincimlə uçan
şirindir sənin, gözlərin xəyal tək dərindir sənin. Vüsalın nə qədər şirindir sənin, gözlərin xəyal tək dərindir sənin. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz bizim bu gecə. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz bizim bu gecə. Bu gecə, bu gecə, bizim bu gecə. Bu gecə, bu gecə, bizim bu gecə. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz bizim bu gecə. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz uzun bu gecə. Ürəyim çırpınır həyacanından, bu gecə ayrılmaz canım canından. Ürəyim çırpınır həyacanından, bu gecə ayrılmaz canım canından. İlahi için olmaz arzularından, bircəsi için oldu bizim bu gecə. İlahi için olmaz arzularından, bircəsi için oldu bizim bu gecə. Vüsalın nə qədər şirindir sənin, gözlərin xəyal tək dərindir sənin. Vüsalın nə qədər şirindir sənin, gözlərin xəyal tək dərindir sənin. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz bizim bu gecə. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz bizim bu gecə. Bu gecə, bu gecə, bizim bu gecə. Bu gecə, bu gecə, bizim bu gecə. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz bizim bu gecə. Qəlbimin içində yerindir sənin, heç kəsin olamaz bizim bu gecə. Mənə elə gəlir ki, bu kiçik slaydla tanış olduq biz Nisənin az da olsa yaradıcılığından, foyemizdə təşkil olunan sərgidə onun sertifikatları ilə, təşəkkürnamələri ilə, diplomları ilə də tanış oldunuz bayaqları. Rəsmləri də göz qabağında. Bir də Nisə sənə uğurlar arzulayıram. Sənin gələcəyin parlaqdır, sənə ümidlərimiz çoxdur. Var ol əzizim. Sən isə kiçik bir hədiyyəsi var. Çox sağ olun. Ay, 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 nə gözəl. Bundan gözəl hədiyyə ola bilməzdi bizim üçün əzizim. Çox sağ olun, çox sağ olun. Sağ olun. Belə qoyulur. Çox sağ olun əzizim, çox sağ olun. Beləliklə əziz uşaqlarımız, mənə elə gəlir ki, burada olan uşaqların hər birinə çox maraqlı oldu bu sərgi. Burada yaradıcılıq potensialı olan uşaqlar vardı bəlkəmdə. Mənə elə gəlir ki, gələcəkdə bizim yollarımız kəsişə bilər. Hər bir yaradıcı gənci bizim kitabxana ilə əməkdaşlığa dəvət edirəm. Hər bir gənc bizim gələcəyimizdir. Bizim sağlam gələcəyimiz olmağı üçün sizlərin təhsili, tərbiyəsi vacibdir. Çox sağ olun gəldiyinizə görə. Gələn görüşlərə qədər. Sağ olun. Çox sağ olun. Çox sağ olun.